Salam əziz şagirdlər. 2020-ci ilin qəbul testinin işlerisindən birinci sualdan başlayırıq. Nar hamı üçün faydalı meyvədir. Ha belə bəzi xəstəliklərin dərmanıdır cümləsində hansı köməkçi inkslərə işlənməmişdir? Baxırıq burada üçün qoşmadır. Ha belə bağlayıcıdır. Bağlayıcı və qoşma olan variantları çıxardırıq. A getdi, C getdi, D getdi. E variantı cavab oldu B variantı. İkinci suala gəlirik. Hansı cümlələrdə oğul sözünün kökündə U saiti yazılmamalıdır? Bilirik ki, oğul sözü mənsubiyyət qəbul edəndə U saitini düşürdür. Birincidə baxırıq, oğula hal qəbul etdiyi üçün düşməyəcək, bir getdi. Oğulun fərasətsizi, burada oğulun sözünə un yəlik hal olduğu üçün 2-də getdi. Oğlu universitetdə oxuyur, onun oğlu mənsubiyyətli götürəcəyik. Oğlunuzdan, bu da mənsubiyyət olduğu üçün U düşməkdir götürəcəyik. Cavab oldu nə? D variantı. Gəlir üçüncü suala. Təbiətsiz mürəkkəb cümlələrin tərkib hissələri arasında məna əlaqələrini nəzərə almaqla doğru fikirləri müəyyən edin. Biri hadisənin səbəbini digərinin əsasına bildirir. Çox əsəbləşmişəm, əllərim əsir. Bəli, əllərim nə səbəb əsir? Əsəbləşdiyim üçün səbəb nəticədir, biri götürürük. Bir fikir digərlə qarşılaşdırılır. Yaz çoxdan gəlmişdi, ancaq havalar hələ soyuq idi. Bəli, burada da fikirlər digərlə qarşılaşdırılır. Bu da doğrudur. Doğrunun qarşısına doğru. 2 də doğrudur. 3-ə baxırıq. Hadisələr ardıcıl baş verir. Nə müəllimlər danışdı, nə də valideynlər məsələyə fikir bildirdilər. Bu eyni zamanda baş verir. Amma qarşısında bu ardıcıl. Yanlış yazdığı üçün, yanlışın qabağını yanlış yazdığı üçün doğru sayılır. 1, 2, 3. Cavab oldu nə? D variantı. 4 ona görə olmur ki, hadisələr eyni zamanda baş verir. Yumurta gətirmir, qayğanaq istəyir. Ancaq artırmaq olduğu üçün qarşılaşdırmadır. 2 işlə birinin mümkünlüyü ya unçu ölər, ya dəyirmançı ölər. Əslində doğrudur, yanlış verdiyi üçün bunu da götürmürük. 4-cü suala baxırıq. Cümlənin şəxsən öyrənilləri hansı sırada doğru verilib? Hər yerdə bu məsələdən geniş şəkildə danışırdılar. Kim? Onlar. Qeyri-müəyyən şəxsi cümlə birincisi. Hər yerdə bu məsələdən geniş şəkildə danışılır. Kim tərəfindən danışılır bilinmir. Bu da nədir? Şəxsiz cümlə. Çünki şəxsiz cümlənin xəbəri feilin şəxsiz növü ilə ifadə oluna bilir. Birinci qeyri-müəyyən, ikincisi nədir? Şəxsiz cümlədir. Cavab oldu D variantı. 5-ci suala baxırıq. İcbar növdə olan feillər sırasını müəyyən edin. Bildirdi, kiməsə nəyisə bildirmək, özü artıq bildirir. Bu nədir? Məlum növdədir. Bəzətdirdi. Kiməsə nəyisə bəzətdirmək. Bəli, icbardır. Gətirdi, özü gətirdi. Məlum növdür. Açdırdı, qapını açdırdı. Kiməsə açdırdı. İcbar növdür. Bağlatdırdı, qapını kiməsə bağlatdırdı. İcbar növdür. Düzüldü. Artıq bu nədir? İcbar növü şeysi yoxdur. C variantı götürməyəcəyik. Oturtdu. Kimisə oturtdu yerindəcə. Özü oturdur burada artıq. Onun iş görən özü olduğu üçün məlum növdür. Qazdırdı, quyunu qazdırdı. Kimə qazdırdı? Başqasına icra etdirir işi. Bistirdi, işi başqasına icra etdirir. Yudurtdu, işi başqasına icra edir. Cavab oldu E variantı. 6-cı suala baxırıq. Hərəkətin səbəbini bildirən feili birləşmə hansı cümlədədir? Yaxınlıqda dayanacaq 2 qoca oturub dərdləşirdi. Nə tərzdə dərdləşirdi? Oturub dərdləşirdi. Burada artıq ümumiyyətlə feili birləşmək yoxdur burada. B variantına var. Ekran işıqlananda dəyişən aşıqlar göründülər. Göründülər nə zaman? Ekran işıqlananda burada zaman anlayışı bildirdi. B-də getdi. Uşaqlar sinif rəhbərinin gəldiyini görüb səs-küyü kəsdilər. Nə səbəbə səs-küyü kəsdilər? Sinif rəhbərinin gəldiyini görüb artıq səbəb anlayışı bildirir. Cavab oldu C variantı feili birləşmə tərkibidir. Gəldik 7-ci suala. 7-ci sualda deyir ki, hansı cümlə, nümunədə hansı durğu işarələr buraxılmışdır? Qüdrət dedi, qoşa nöqtə. Dialoq formasında olduğu üçün aşağı düşdə tiredir. Gedək bizə, usta. Artıq usta xitab olduğu üçün hər iki tərəfindən vergüldür. Deməli, qoşa nöqtə, tire, 2 vergül. Qoşa nöqtə, tire, 2 vergül.
Baxırıq burada cavab oldu B variantı. Yaxşı bala, indi sən nə istəyirsən? Bir də mənə heç nə lazım deyil cümlələrinin sintaksi təhlillə bağlı fikirlərdən biri səhvdir. Birinci cümlədə qrammatik cəhətdən cümlə üzrə bağlı olmayan iki söz işlənmişdir. Baxırıq, yaxşı ara sözdür, bala xitabdır. Bu düzdür, A variantı getdi. Hər iki cümlədə ikinci dərəcəli cür iştirak etmişdir. İstəyirsən nəyi, artıq nə vasitəsiz tamamlıqdır. Mənə heç nə lazım deyil, kimə mənə vasitəli tamamlıq, bəli, ikinci dərəcəli üzv işlənib. Bir də keçdi buradan. C variantına hər iki cümlə müəyyən şəxsidir. Lazım deyil, nə, heç nə. İstəyirsən sən, bəli, müəyyən şəxsidir. Hər iki cümlənin mübtədası əvəzliklə ifadə olunub. Bəli, birincidə səndir, ikincidə heç nədir. E variantı isə hər iki cümlə feili xəbərlidir. Biz bilirik ki, feilin sualına cavab verən xəbərlər feili xəbərdir. Lazım deyil, ismi xəbərdir. Ona görə cavab nədir? E variantıdır. Gəldik 9-cu sual. Yüklənmişdir sözünün tərkibini düzgün təhlil sxemini müəyyən edin. Yükdən, yükləmək, yüklənmək, mişdir. Deməli, yükdən yükləmək bir leksik, yüklənmək iki leksik, mişlə dir dənədir, qrammatikdir iki dənə, cavab A variantıdır. Əlavələrin aid olduğu cümlə üzərinə görə işləndiyi nümunələri ardıcılıqla müəyyən edin. Zəfliyin əlavəsi xəbərin təyini mübtədanın. Sinifin ən çalışqan şagirdi 5-ci, yəni sonuncu sırada əyləşdi. 5-ci hansı təyin əlavəsidir bu? Təyin əlavəsi bir buraya edəcək. Onlar şəhərə axşamüstü saat 8-də çatdılar. Nə zaman? Axşamüstü. Burada zaman zəfliyin əlavəsidir. 2 birinci gələcək. 3-ə baxırıq. Biz bu yurdun mərd övladları torpaqlarımızın bir qarşına düşmənə verməyəcək. Kim? Biz. Kim? Yurdun mərd övladları. Bəli, bu mübtədanın əlavəsidir. Mübtəda gələcək ən sonda. Kəndin bütün ağsaqqalları və böyükləri burada, kəndin mərkəzindəki böyük meydanda idi. Burada idi. İdini bura artıra bildiyim üçün xəbərin əlavəsidir. Artıq bu da nə edəcək? Belə deyək. Xəbərin əlavəsi də burada gələcək. Daha doğrusu mən burada 3 yazmalıydım. Üzürlü sayın. 2, 4, 1, 3. Cavab oldu nə? B variantı. 11. Hansı cümlələrdə ismin quruluşsa hər üç növünə aid nümunə var? Yaxınlıqdakı günəbaxan tarlası ətrafa xüsusi gözəllik verir. Günəbaxan mürəkkəbdir, tarla sadədir, gözəllik düzəltmədir. Biri götürəcək. Dağıntının altında qalmış maşın toz torpaqdan görünməz oldu. Dağıntı sadədir, maşın sadədir, toz torpaq mürəkkəb düzəltmə yoxdur. 2 getdi. Ərşad sadə, üç atılan mürəkkəb, qamışlıq düzəltmə. 1-3. Yolçu düzəltmə, kol-kos mürəkkəb, daş da nədir? Sadədir. Oldu 1, 3, 4. Cavab oldu nə? E variantı. Baxırıq 12-ci suala. Bədii üslublara, nümunələrə üslublara görə uyğunluğu müəyyən. Bədii üslub elmi pulistik. Lal səhraların sükutunu uzaqdan haray salıb gələn qatar səsi pozdu. Məcazilik varsa əlbəttə bədii üslubdur. Bu A variantı 1 edir. Zəlzələnin törətdiyi fəlakəti araşdırmaq üçün komissiya yaradılsın. Artıq burada nədir? Əmr məzmunu bilir. Əmr rəsmi şüzar üslubdur. B getdi. SP variantı uyğun deyil. Dağlarda landşafın müxtəlifliyi temperaturun və yağıntının dəyişməsindən asılıdır. Bu elmidir. 2 C. Fırtınanın qoynunda çırpınan dəniz. Fırtınanın qoynunda çırpınan dənizləri məcazilə hiss etdirir. 1 D. Bu gün Respublikamızın müxtəlif bayramları tədbirlər keçirildi. Bu nədir? Məlumat xarakterlidir. E də getdi 3-ə. 1-ə AD, 2-ə C, 3-ə E. Cavab C variantı. Cümlələrin birində həm modal söz, həm də sifət kimi düşünülməsi mümkün olan söz vardır. Baxırıq burada. Cavab burada olacaq C variantı. Necədir C'dir?
Kərəm doğrudan çox qorxurdu. Bir var doğru sözdən qorxurdu. Bir də var doğrudan həqiqətən mənasını ifadə etdiyi üçün həm modal söz, həm də nədir? İsimləşmiş sifət kimi düşünülür. Cavab C variantıdır. Cümlələrdəki mübtədanın ifadə vasitələrinin ardıcılığı müəyyən edin. Döyüş meydanından çıxarılan yaralılar hospitala yerləşdirildi. Yerləşdirildi kim? Yaralılar. Yaralı artıq burada nədir? Sifətdir. 2 əvvəldə gələcək. Kətdən gələnlər öz təkliflərini bizə çatdırdılar. Bizə çatdırdılar kim? Kətdən gələnlər. Burada feili birləşmədir. 3. Qoca ev sahibi qapını açıb onları içəri buraxdı. Buraxdı kim? Ev sahibi. Ev sahibi ismi birləşmədi artıq. 4. Qardaşımın ona etdiyi yaxşılıq heç zaman yadından çıxmırdı. Nə? Yaxşılıq. Bu da düzəltmə isimdir. Bir də sonuncu gəldi. 2, 3, 4, 1 cavab oldu C variantı. 15-ci suala gəldik. Xəzəngül saçının uzunu qurdalaya qoşa nöqtə. Mən məktəb üçün darıxdım, vergül. Yoldaşlarım üçün darıxdım, vergül, Əsəd dedi. Deməli, mən sözünə qədər olan müəllifin sözüdür. Sonra Əsəd dedi, dediyə qədər olan hissə isə vasitəsiz nitqdir. Deməli, müəllifin sözü, vasitəsiz nitq, müəllifin sözü, cavab nədir? A variantı. Baxırıq 16-cı suala. 16-cı sualı bizdən uyğunluğu istəyir əlbəttə. Sənsiz necə dözüm qəmə möhnətə, bir də özümü öldürürəm düşsən qürbətə. Baxırıq burada zərfi əvəz etmişdir. Bəli, necə burada zərfi əvəz etmişdir? Biri etdi A. Mənsubiyə şəkilçisi qəbul edib, özümü mənsubiyə şəkilçisi qəbul edib əvəz edib B getdi 3-ə. Quruluşuna görə sadədir. Özüm də sadədir. Necə də sadədir? Bəli, bu getdi ortaq cəhətə. Hallanmışdır. Özümü sözündə bəli, hallanmışdır. D getdi 3-ə. Şəxs əvəzidir heç biri. 1-ə A, 2-ə C, 3-ə B-dir. Cavab oldu C variantı. Tamamlığı feili birləşməli ifadə olmuş cümləni müəyyən edin. Baxırıq burada. Cibindən çaxmağı çıxarıb ocağa alışdırdı. Alışdırdı. Nəyi? Ocağı. Burada tamamlıq feili birləşməklə deyil, A getdi. Niyazi küsməyi bacarmazdı. Bacarmazdı. Nəyi? Küsməyi. Feili birləşmə deyil. Kim Niyazi? Bu getdi. Dinləməyi bacarmaq lazımdır. Lazımdır nə? Dinləməyi bacarmaq. Ümumiyyətlə heç feili tamamlıq deyil, mübtədadır burada. C getdi. Biz gənclərə vətəni qorumağı öyrətməliyik. Öyrətməliyik. Kim? Biz kimə? Gənclərə nəyi? Vətəni qorumağı. Əlbəttə burada nədir? Feili birləşməni ifadə olmuş. Tamamlıqdır. Cavab D variantı. 18-ci suala baxırıq. Elə yaşa, bir ömür də borc istəməyəsən. Tabeli mürəkkəb cümləsi ilə bağlı səhv fikri müəyyənləşdirin. Budaq cümlə köməkçi nitq hissəsində işlənmir. Baxırıq burada elə yaşa ki, əlbəttə burada baş budaqdan əvvəl gəlib. Bir ömürdə borc istəməyəsən. Bəli, dadə burada bağlayıcı köməkçi hissəsində A getdi. Budaq cümlənin xəbəri feilin arzu şəklindədir. Kaş istəməyəsən, gərək istəməyəsən. Bəli, burada B-də getdi. Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdır. Xeyr. Çünki budaq cümlə baş cümləyə intonasiya ilə bağlanıb. Bağlayıcı sözlə bağlansaydı, budaq başdan əvvəl gələrdi. Bunu da nəzərə alaq. Cavab C variantıdır. Nümunələrin birində zərfin bütün məna növləri işlənmişdir. Baxırıq, beləcə böyüdük bir zaman bizdə, bizimlə yatacaq daşdan xəbərsiz. Nə zaman bir zaman deyək, burada götürməyəcəyik. Çünki bir dənə məna növü var. Niyə gəldi üzə, səmtiniz ki başqa-başqadır. Burada üzə necə gəldik, nə tərzdə tərz bildik, başqa-başqadır, heç ümumiyyətlə yoxdur, B getdi. Fikrimiz, qəlbimiz versin əl-ələ. Biz nə görmüşük ki, bu dünyada hələ nə zaman? Deməli, bu da getdi C variantı da. Pristav kazakları burada yer zərfidir.
Ağaca sarayan adamları indi zaman zərfidir. Tez tapıb nə tərzdə tərzdir. Burada qabağına qatıb həbsxanaya aparacağına çox inanmışdı. Çox da nədir? Tərz hərəkətdir. Deməli, cavab nə oldu? D variantı. Burada yer, indi zaman, tez, tərz hərəkət, çox da kəmiyyətdir. 20-ci suala baxırıq. Çox mənalı söz omonim sıralanmasına nəzərə alsaq, nöqtəyə yeni hansı sözlər yazılmalıdır? Yüngül çox mənalı, xəbər omonim, göz çox mənalı, qayın omonim. Bizə lazımdır çox mənalı, sonra omonim. Cavab E variantıdır. Yayılmaq çox mənalıdır. Əqrəb nədir? Omonim sözdür. 21-ci suala baxırıq. Diaspor və ekoloji sözlərinin fonetik izahı ilə bağlı ortaq olan fikirdir. Yazıçı və tələffüz arasında bir fərqli məqam var. Diaspor, Y artırılır. Ekoloji, A deyildi. Bəli, bu doğrudur. Bir doğrudur. Üç hecalı sözdür. Bəli, diasporda üç hecalı sözdür. Amma ekoloji dörd hecalıdır. Ona görə içini atırıq. Bir doğrudur, ikilər yanlışdır. 2B-də də var, Z-də də, A-da da var. Ahəng qanunu pozulmuşdur. Diasporda da pozulub, ekolojide da pozulub. Bəli. 1, 3 və 5-ə baxırıq. Cingiltiri samitlərin sayı kar samitlərin sayından çoxdur. Cingiltiri samit birincidə D, Y, R, 4 dənə 3 dənədir. Kar isə 2 dənədir. Ekolojide də L və J 2 dənədir. K 1 dənədir. Ona görə cavab nədir? E variantı. Nümunələrdəki sayıların hansı məna növünü nəzərə alaraq ardıcılığı müəyyən edin. Bir sıra insanlar bu əsəri bəyənmir. Bir sıra əlbəttə sıra sayıdır. Sıra deyirəm, üzr sayın. Qeyri-müəyyən miqdar sayıdır. Məsələn, həlini ən azı 10 adamdan soruş. 10 müəyyən miqdar sayıdır. Tədbirlər birinci dəfə fəaliyyətdə, birincilər də sıra sayıdır. Deməli, birinci qeyri-müəyyən 3, sonra müəyyən 2, sonra sıra sayı 1 cavab oldu. A variantı. 23-cü suala baxırıq. Qoymaram yadları girsin qoyununa, izin ver qolumu salın boynuna. Həm təsriflənən, həm də təsriflənməyən feil işlənmişdir. Əlbəttə, burada təsriflənməyən feil yoxdur. Hər üç şəxsin təkinə aid əmr şəklində olan feil var. Sən izin ver, mən qolumu salım. O yadlar qoymaram yadlar girsin, yadlar girsin. Bu da nədir? Üçüncü şəxsin təkidir. 2. Feillərin hamısı məlum növdədir. Bəli, baxırıq, girsin, izin ver, qolumu salım. Bəli, məlum növdədir. Yalnız isim və feildən ibarətdir. Yad sifətdir. Feillərdən biri gələcək zaman inşarındadır. Baxırıq, qoymaram. Bəli, gələcək zaman inşarındadır. 4-ü götürəcəyik, 5-i götürəcəyik. Adlıq, təsirlik, yönlük adlı olan isimlər var. Əslində, yadları təsirlik adlı olan isim deyil, sifətdir. Ona görə cavab oldu 2, 3, 5. 24-cü suala baxırıq. Hansı cümlədəki ədat bağlayıcı ilə homonimdir? Diqqət eləmək lazımdır. Deyir ki, bizə ədat bağlayıcı ilə homonimdir. Deməli, biz cümlədə ədat tapacağıq. Yanındakı müzahidlərdən ancaq 2 nəfər geri çəkildi. Yalnız 2 nəfər. Bəli, burada ancaq ədatdır və bağlayıcının homonimliyi var. Başa düşmədiyiniz bir şey yoxdur ki, burada ki ədatdır və bağlayıcının homonimliyi var. Gəl zəhmət çək, zəhmətdəki şan şöhrəti şeirə gətir. Gəl burada ədatdır, amma bağlayıcının homonimliyi yoxdur. Feilin homonimdir. Yetirməz bir daha bu dövran məni. Burada daha ədatdır. Bir də ədatdır burada. Bunlar bir sayla homonimdir. 4-ü götürməyəcəyik. Di get, səni Şirvan gözləyir. Di burada ədatdır. Bağlayıcının homonimi yoxdur. Cavab oldu 1-2. 25-ci sualda verilmiş nümunələr əsasən Eyler-Venn diaqramı yanlış fikirləri müəyyən edin. Sən dumanmış yolla gedən maşın dönə-dönə istiqaməti müəyyən etməyə çalışırdı. Kənd uşaqları mahnını qoşa-qoşa
dar cığırla irəliləyir, ətrafı səs-küy sayırlar. Baxırıq, çalışırdı. Nə maşın? Müəyyən şəxs cümlədir. Kənd uşaqları mahnı qoşuluşu dar cığırla irəliləyir, ətrafı bu da müəyyən şəxsi cümlədir. Deməli, hər ikisi müəyyən şəxsi. Bir yanlış götürüləcək, çünki ortaq cəhət olmalıdır. Eyni sözün təkrar yaranmış mürəkkəb söz, zərf və feili bağlama kimi düşünülə bilər. Burada artıq dönə-dönə sözündən söhbət gedir. Bir də burada qoşa-qoşa sözü var. Bu da ortaq fikirdir. Hər ikisi iki cür düşünülə biləndir. Cümlədə işlənmə yerinə görə düşünülə bilər. Bu cümlədansa yalnız bir cür. Mübtəda isimlə ifadə olunmuşdur. Çalışırdı nə maşın? İrəlilərdi nə? Kənd uşaqları. 3 yanlışdır. Mübtəda isimlə ifadə olunub. Burada yanlışdır. 4. Nəqli cümlədir. Bəli, hər ikisi. Həmciz xəbərli sadə cümlədir. Baxırıq. İrəliləyən uşaqlarda səs-küy salında bəli. Bir qrammatik əsası var. Ortaq cəhətə getməlidir. Ona görə 6 bura gələcək. 2-yə yenidən baxaq burada. Yolla gedən maşın dönə-dönə istiqaməti müəyyən etməyə çalışırdı. Əslində bir var, onu dönə-dönə dəfələrlə də düşünmək olar. Bir də dönə-dönə dönərək feili bağlama kimi. Burada cümlədə işlənmə yerinə görə istəyir. Ona görə 1-3-6 olacaq. Burada 2-ni götürməyəcəyik. Keçirik 26-cı suala. Baş cümləsi budaq cümlədən əvvəl gələn tabeli mürəkkəb cümlə. Bizdən deyir ki, melodiyanın ilk sədada təzə dirək gəlmişsə, burada budaq başdan əvvəl gəlib. Biri götürməyəcək, baş deyir əvvəldən. Mən sözlə önməz ulduzam ki, burada ki, əlbəttə ki ilə bağlanıb, təzəcə yenicə olmadığı üçün də budaq başdan sonra gəlib, kini götürəcək. Sürücü özünü yerə atsa da, sasə ilə bağlanıbsa, budaq başdan əvvəl gəlib, götürməyəcək. Torpaq elə islanmışdı ki, bəli, bu baş budaqdan əvvəl gəlib 4-ü götürəcək. Mənə aydın oldu ki, 2 ilə bağlanıb, bəli, baş budaqdan əvvəl gəlib, cavab oldu 2, 4, 5. Cümlələrdə ədəbi dilin normalarının pozulması baxımından uyğunluğu müəyyən edin. Fonetik, leksik, norma, bir də qrammatik. Kənd cəmaatının çoxu bu məsələdən xəbərsiz idilər, yox, xəbərsiz idi. Qrammatik norma pozulub. Aha, getdi 3-ə. Ağazdakı meyvələr yerə töküldü. Bu uyğunluq, heç bir norma yoxdur. Sədaqət atlaz donunu həvəslə geyindi. Sədaqət, bu da doğrudur. Belə işləsək, işləsəkdir. Burada fonetik norma pozulub. Deyil, 7-1-ə. Vətən müharibəsi haqqında film yazılmışdır. Film yazılmır, film çəkilir. Leksik normada burada oldu. 1-ə D, 2-ə E, 3-ə A.